Mən bizim kanal izləyicilərini salamlayıram. Bu gün çox vacib bir məsələ haqqında danışmaq istəyirəm. Bu problem, bu xəstəlik prostat vəzi xərçəngi haqqında olan bir sualdır. Hansı ki, məndən soruşurlar ki, prostat vəzi xərçənginin müayinəsi necə aparılmalıdır və necə demək olar ki, profilaktik olaraq bu proses vaxtında icra olunsun və bu xəstəliyin qarşısı vaxtında alınsın. O nəzərinizə çatdırıram ki, bəzən kişilər öz həyat fəaliyyətlərində gərgin iş rejimi və digər məişət problemləri ilə başları qarşıdığına görə onlar özlərinə diqqət yetirə bilmirlər və çox təəssüf ki, 45 yaşından sonra kişilərdə bəzilərində biz prostat vəzi xərçəngini müşahidə edirik. Bunun da səbəbi vaxtında profilaktik tədbirlərin aparılmaması ilə əlaqədardır. Ümumiyyətlə, sağlam həyat tərzi, düzgün qidalanma, düzgün deməli vaxtında idman hərəkətləri və digər müəyyən profilaktik tədbirlər prostat vəzi xərçənginin qarşısını almaqda mühüm əhəmiyyət daşıyır. Amma əsas məsələ 45 yaşından sonra, yəni əsasən 50 yaşında olan bizim kişilərin vaxtında profilaktik müayinədən keçməsidir ki, onlar ildə ən azı bir dəfə ultrasəs müayinəsi və eyni zamanda PSA deyilən analiz, prostat spesifik antigen analizinin qanda yoxlanılmasını aparmalıdırlar ki, burada əgər prostat vəzinin xərçənginə şübhə olduqda ilkin olan əlamətlər və eyni zamanda qanda olan dəyişikliklər artıq özünü biruzə verir və bu zaman artıq ilkin bu proses aşkar olunduqda, üstünə düşdükdə təbiidir ki, onun qarşısını vaxtında almaq olur. Amma bəzən isə gecikmiş hallarda bunun qarşısını almaq mümkün olmur. Bu da ondan irəli gəlir ki, prostat vəzi xərçəngi vaxtında ifşa olunmur, aşkar olunmur və bu da gecikmiş mərhələdə pasientlərdə ciddi problemlər yaradır. Ümumiyyətlə demək istəyirəm ki, PSA analizindən əlavə xəstələrdə ilkin kliniki əlamətlər bəzən orada deməli silik cinsiyyət sistemində diskomfort, müəyyən bir ağrı, siliyə çıxarkən göynəmə, yandırma, eyni zamanda bəzən silikdə, spermada qan kimi əlamətlər də müşahidə olunur ki, məhz bu əlamətlər, bu diskomfort, bu kimi hallar olduqda pasientlərdə ümumi narahatçılıq artır və onlar siliyə çıxarkən göynəmə, tez-tez siliyə çıxma və yaxud da ki, siliyə çətinliklə çıxma kimi hallarla rastlaşırlar ki, bu zaman narahat olmaq lazımdır və təbii ki, uroloqa, androloqa müraciət etmək lazımdır ki, səbəb aydınlaşsın. Məhz səbəbi bildikdən sonra müalicə təyin olunur və ilkin mərhələdə müalicə çox yaxşı effekt verir. Amma bəzən gecikmiş mərhələlərdə bayaq dediyim kimi müəyyən problemlər yaranır və cərrahi müdaxilə qaçınılmaz olur. Sonda yenə də sizə öz təşəkkürümü bildirirəm ki, bizim kanalı izləyirsiniz və bizim kanala abunə olmağı, videoları bəyənməyi sizdən xahiş edirəm. Sağ olun, salamat qalın.